Mən anamı çox tez itirmişəm. 25 ildir anamı itirmişəm. Amma indi də harda bir yaşlı ana görəndə istəyirəm onu qucaqlayam, öpəm. Elə bil anamın iyini hardansa almaq istəyirəm. Ona görə heç vaxt valideynlərinizi üzməyin. Sizi dünyaya gətirən, sizə həyat verən, sizə nəfəs verən, sizi əlinizdən tutub yazmağı öyrədən, məktəbə aparan anadır. Heç vaxt onları tək qoymayın.